hər şey belə başladı. Yaxın gəl, yaxın gəl. Cəmi bir alışa. Dubaya necə getmək olar? Gəlin bir yerdə baxaq. Barkod komandası olaraq xüsusi bir kampaniya elan etdik. Müştərilərimizi sevindirmək və onlara unudulmaz anlar bəxş etmək məqsədi ilə böyük bir lotereya yarışına start verdik. Minlərlə iştirakçının qatıldığı bu yarışda həyəcan dolu anlar yaşandı və nəhayət bəxti gətirən qalib seçildi. Əsas hədiyyənin, yəni Dubaya səyahətin sahibi Qasımov Bəhruz oldu. Bəhruz bəy, xoş gördük. Sizi Barkod Elektroniks'in əməkdaşıdır əlaqə saxlayan. Da siz TikTok'un canlı efirində baxırsınız yəqin ki. Nə gözəl. Ondan mən bir daha göstərmək istəyirəm ki, Bəhruz bəy, siz Barkod Elektroniks'də əsas kazananlardan biri oldunuz. Qalibiyyət xəbərini eşidən Bəhruz bəy sevincini bizimlə paylaşdı. Ardınca isə ən gözəl an gəldi. Dubay səyahəti. Onun Dubaydan göndərdiyi təşəkkür videosu bu hekayəni tamamladı. Salam, Qasımov Bəhruz. Hal-hazırda Dubayda istirahət edirəm. Çünki Barkod şirkətinin keçirdiyi kampaniyanın qalibi olmuşam. Çox gözəl də istirahət edirəm. Öz təşəkkürümü Barkod şirkətinə bildirirəm. Onun sevincini bölüşmək Barkod ailəsi üçün də böyük qürur oldu. Əgər sən də özünə güvənirsənsə və şansına inanırsansa izləmədə qal. Çünki bizdə maraqlı kampaniyalar olur.